Dəylərdə ailə quranda mütləq oğlanın saçını dartıb yoxlayacam deyən qızlar bu videonu sona qədər izləsin. Xanım mənim əvvəl dəhşət sıx saçım var idi. Ağlıma da gəlməzdi ki, bir müddətdən sonra saçım tökülüb belə olacaq. 5 ildən çoxdur ki, saçım tökülür deyirdi xanım. Xanıma, nəcəb siz də digər müştərilərimiz kimi protez saça qədər saçınızı müalicə etməmisiz dedim. Xanım necə? Etməmişəm, etmədiyim bir şey qalmayıb dedi. İnanın 20 mindən çox pul xərcləmişəm, kimsə reklamda saç çıxardıram deyibsə, hamısına üz tutmuşam. Nə oldu bəs? Saçınız çıxmadı dedim. Heç bir effekti yoxdur. Hamısı yalan danışır. Hamısı müalicə edib, hamıda effekti oldu, səndə olmadı dedilər. Sonra da gedib həyatımda ən böyük səhvlərimdən biri olan simulyasiyanı elətdirdim. Xanıma, niyə elə deyirsiniz ki dedim. 5-6 il qara qalacaq demişdilər. 15 gündən sonra başımda göyərməyə başladı. İndi bu zəhrimarı başımdan silə də bilmirəm deyirdi xanım. Mən protez saçı ətrafımda protez saç istifadə edənlərin tövsiyəsi ilə seçmişəm. Sanki özümə yenidən qovuşdum. İlk toxunuşda özümü o qədər rahat hiss etdim ki, sanki protez saç hər zaman mənimlə idi, deyirdi xanım. Sonda xanıma, biz sizin protez saçla təkcə saçınızı deyil, özgüvəninizi də geri qaytarırıq dedim. Mən bu qədərin gözləmirdim. Belə rahat bir şey olacağını bilsəydim, bu qədər tərəddüd edib neçə illəri saçsız keçirtməzdim dedi.